Fevralın 3-də Bakı Apellyasiya Məhkəməsində gənc fəal Xalid Xanlarovun apellyasiya şikayətinə baxılıb. Vəkil Şəhla Hümmətova məhkəmədə bildirib ki, həbsindən əvvəl Xalid Xanlarovun Qəbələdə yaşayan anasına polis tərəfindən xəbərdarlıq edilib. Qəbələ polis idarəsindən qadına deyilib ki, oğlu sosial şəbəkədəki paylaşımları yığışdırsın. Birinci instansiya məhkəməsində işə baxılarkən həmin o şəxslərdən nə polis əməkdaşları çağırılıb, dindirilib məhkəmədə, nə də həmin bunun o deməli inzibati xəta törətməsinə güya ki şahid olmuş şəxs çağırılıb məhkəməyə. Yəni ümumiyyətlə heç bir məhkəmə araşdırması olmadan məhkəmə qərarı çıxarılıbdır. Hansı ki biz özümüz bilirik ki, Xalid Xanlarov səhər 23 yanvar səhər saat 11-dən Daxili İşlər Nazirliyində olubdur və oradan birbaşa gedib aparıblar onu polis bölməsinə. Ondan sonra da məhkəməyə və həmin məhkəmə qərarı da sırf o inzibati xəta haqqında tərtib edilmiş, güya ki törədilmiş xəta barədə protokolu təsdiqləməklə deməli öz funksiyasını yerinə yetirib. Biz indi şikayətdə bütün bu vəsatətləri verdik. Həm şahidlərin çağırılması, dindirilməsi barədə, həm də istədik, telefon danışıqlarının deməli detalizasiyasını istədik ki, araşdıraq, görək doğrudanmı bunun belə danışıqlar olubmu? Bundan həmin o protokolda göstərilən vaxtda bunun telefonundan zəng gedibmi, kimlə danışıb filan, hansı ki biz bilirik ki, saat səhər 11-dən artıq Xalid Xanlarovun telefonu bağlı olub ümumiyyətlə. Oradan heç zəng gedib. Təəssüf ki, apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən saxladı və bununla da yəni bütün valla belə işlərdə ədalət gözləmək də özü doğru deyil, heç gözləmirdik də. Ona görə biz indi Avropa məhkəməsinə müraciət edəcəyik. Xalid Xanlarov da məhkəmədəki çıxışında onunla birgə kamerada polisə müqavimət maddəsi ilə 5-10 gün müddətinə saxlanılanların olduğunu deyib. Polisə müqavimət maddəsinə maksimum 30 gün həbsdir. Mənə 10 dənə yüngülləşdirici hal saydılar. Tələbə olmağım, bir gün öncə yuxulu olmağım, gərgin olmağımı nəzərə alaraq təkcə 5 gün azaltdılar. Xalid. Hadi görmürük. Görmür, bari görməklə təmin edin. Görək onu.